Salam müəllimlər. Bu gün sizlərə aprel ayının qrupları haqqında, aprel onlayn qruplarımız haqqında məlumat verəcəm. Aprel ayının qrupları başlayır aprel ayının 5-dən. Deməli dərslərimiz aprel ayında həftədə 4 dəfə, may ayından isə həftədə hər gün. Bəzən həftədə 2 dəfə dərs may ayından etibarən dərslərimiz olacaq. Deməli, aprel onlayn qruplarımızda dərslər 2-ci, 4-cü, 6-cı günlər axşam saat 10-da canlı YouTube-da, bazar günü isə saat 12-də Zoom proqramı vasitəsilə keçiriləcək. Deməli, mənə sual verirlər ki, Coşqun müəllim, dərsiniz necədir sizdə? Asinxron qaydada video mu atırsınız? Xeyr. Mən o formada dərs keçmirəm. Bəzən deyirlər ki, Coşqun müəllim, dedilər, həftədə 4 dəfə dərs getdik, qoşulduq. Bunun üst dəvəsində bizə video atırlar, bir dəvəsində canlı olur, onda da öyrənə bilmirik və sair və ilaxır müxtəlif mənə şikayətlər gəlir. Baxın, məndə olan dərslər hamısı canlıdır. Çünki video atanda müəllim yüklənir, video qalmış olsa YouTube-da en qədər bütün dərslərin videoları var. O formada mən dərs keçmirəm, o formada mən dərsi dərs saymıram. Bizdə olan dərslər deməli canlı dərslərdir. Canlı olaraq qoşulursunuz və canlı olaraq məsuliyyət hiss edib dərsə hazırlaşırsınız. Mən bilirəm də video atanda müəllim məsuliyyət hiss eləmir, dərsə hazırlaşmağı səmərəsiz olur, keyfiyyətsiz olur hazırlıqlar. Ona görə də məndə birinci dərslər sayta yüklənir. Kurikulum.az saytına. Hər bir dərsin video ağıllı lövhə qarşısında video izahına baxırsınız. Hər bir dərsin testini işləyirsiniz. Hər testin özünün ayrı-ayrılıqda altında video izahına baxırsınız. Testlərimiz tamamilə imtahan səviyyəli, MİQ səviyyəli, kurikulum səviyyəli, çətin, peşəkar formada hazırlanmış testlərdir. Bəzən testlər atırlar, peşəkar testlər olmur, MİQ səviyyəsində testlər olmur. Bizim testlərimiz tam peşəkar səviyyədə kurikulum çərçivə sənədinə uyğun testlərdir. Deməli, aprel ayında həftədə 4 dəfə canlı dərsimiz olacaq. 2-4-6 saat 10-da YouTube-la, bazar günü 12-də. May ayından isə gündə 2 dəfə canlı dərsimiz olacaq. Bir canlı dərsimizdə dərs izahı olacaq, birində testi hər gün may ayından etibarən hər gün qarışıq, imtahan tipli, qəbul səviyyəli sizə 20 sualdan ibarət sınaq işlədəcəm. Dərsin 2 gündə 2 dərs, dərsin birində dərs izahı, birində sınaq işləyəcəyik. Və həmçinin ümumi mənim 10.000 testim, yəni deməli bura bölmə testləri, mövzu testləri, qəbul testləri aiddir və bir də Time 2024 test bankını sizlərə işlədəcəm. Bütün bunların qiyməti may ayında 40 AZN-dir. Bəli, apreldə qiymət dəyişəcək, amma ki aprel ayından qoşulan müdavimlər mayda da eyni ödəniş ödəyəcəklər. Yəni mayda hər gün gündə 2 dəfə dərsə qoşulsanız da eyni ödəniş ödəyəcəksiniz. Amma may ayında artıq qruplara qeydiyyat qiyməti fərqli olacaq. Dərslərə qoşulmaq üçün 051 580 94 28, buna gec cavab yazdılarsa fərq eləməz. 050 334 12 64. Hər iki nömrə bizim WhatsApp nömrəmizdir, kursumuzun nömrəsidir. Hər iki nömrənin WhatsApp-ına yaza bilərsiniz. Dərslərimiz aprel ayının 5-dən başlayacaq. Hər kəsə uğurlar. Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Biz bugün sizlərlə təhsildə dövlət standartlarının içərisindən olan pedaqoji prosesin təşkili prinsiplərinə baxacağıq. Deməli, gəlin baxaq görək, pedaqoji prosesin təşkili prinsipləri hansılardır? Deyir, adından göründüyü kimi, deməli, pedaqoji prosesin tələbləri. Tələb nədir? Biz bugün nəyə baxacağıq? Yəni, bir şey qəti şəkildə istəmək, dövlət bizdən bununla bağlı nə istəyir? Yəni, tələbləri hansılardır? Pedaqoji, deməli, pedaqoji dedikdə pedaqoqla əlaqəli olan, pedaqoqla bağlı olan, yəni pedaqoji dərslə bağlı dövlətin bizdən tələbləri hansılardır? Dərsin gedişatı ilə bağlı dövlətin bizdən istəkləri, tələbləri. Dərsin gedişatı ilə bağlı dövlətin bizdən istəkləri, tələbləri deməli 9 dənədir. Pedaqoji prosesin təşkili prinsipləri 9 dənədir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Və bunlar pedaqoji prosesin təşkili tələbləridir. Deməli, pedaqoji prosesin təşkilinin tələbləri neçə dənədir? 9 dənə. Hansılardır? Pedaqoji prosesin tamlığı. 1. Təhsildə bərabər imkanların yaradılması. 2. Şagird yönümlülük. 3. İnkişaf yönümlülük. 4. Fəaliyyətin stimullaşdırılması. 5. Dəstəkləyici mühitin yaradılması. Şəxsiyyət yönümlülük, inklüzivlik və məktəb valideyn əlaqələrinin tənzimlənməsi. Pedaqoji prosesin təşkilinə verilən 9 dənə tələb var. Deməli, gəlin biz bunlara baxaq. Pedaqoji prosesin təşkilinə verilən tələblərdən birinci gəlir
pedaqoji prosesin tamlığı, hər bir prinsipdən bax diqqətli olun. Burdan situativ qaydada situasiya sualları hədsiz çox düşür bu pedaqoji prosesin təşkili prinsiplərindən. Ona görə maksimum dərəcədə diqqətiniz burada olsun ki, biz bu pedaqoji prosesin təşkili tələblərini unutmayaq, yaddan çıxartmayaq. Birinci gəlir pedaqoji prosesin tamlığı. Pedaqoji prosesin tamlığında müəllim öyrədici, müəllim tərbiyə edici, müəllim inkişaf etdirici olmalıdır dedik. Deməli, baxın, dərs öyrədici olması, tərbiyə edici və inkişaf etdirici. Tamlıq əsas 3 mənada, yəni 3 elementin birləşməsidir. Birinci, nəyə baxırıq? Pedaqoji prosesin tamlığı. Tamlıqda bizdən nə istəyir dedik? Müəllim öyrədici olmalıdır, müəllim tərbiyə edici olmalıdır və müəllim inkişaf etdirici olmalıdır. Və müəllim bu 3 dənə işi kompleks, birgə həyata keçirməlidir. Öyrədicilik, tərbiyə edicilik və inkişaf etdiricilik. Gəlin görək öyrədicilik nədir? Gəlin görək tərbiyə edicilik nədir? Gəlin görək inkişaf etdiricilik nədir? Müəllim bu 3 işi necə birgə həyata keçirməli, necə kompleks həyata keçirməlidir? Baxın, öyrədicilik dedikdə. Müəllim deyir ki, şagirdlərə, bax, buradan situasiya sualları düşür. Müəllim deyir ki, şagirdlərə eniyarpaqlı ağacların xüsusiyyətlərini şagirdlərə öyrətdi. Lakin bu ağacların insan həyatında yeri əhəmiyyətindən, bu ağaclara qayğının vacibliyindən danışmadı. Müəllim burada pedaqoji prosesin təşkilinə verilmiş tələblərdən hansını pozdu? Müəllim öyrətdi, amma müəllim neynirdi? Baxın, eniyarpaqlı ağacların xüsusiyyətlərini şagirdlərə öyrədir. Lakin bu ağaclara qayğının vacibliyindən, bu ağacların insan həyatında yeri əhəmiyyətindən danışmadı. Müəllim burada pedaqoji prosesin təşkilinə verilmiş tələblərdən nəyi pozdu? Öyrətdi, amma tərbiyə eləmədi. Düzdür? Aysə olun, hansı tərbiyə? Tutalım ki, ekoloji tərbiyə. Düzdürmü? İynəyarpaqlı ağacların insan həyatında yeri əhəmiyyətindən. Tamam. Müəllim şagirdlərə tutalım ki, belə deyək də, müəllim şagirdlərə iynəyarpaqlı ağacların xüsusiyyətlərini öyrətdi. Öyrədicilik var burada. Deməli, bu şagirdlər iynəyarpaqlı ağacların xüsusiyyətlərini, fiziki, morfoloji xüsusiyyətlərini öyrətdi. Tamam. Şagirdlər bunlara aid məsələlər, testlər işlədilər. Tamam, tərbiyə, inkişaf etdiriciliyi elədi. Var. Amma müəllim bu ağacların insan həyatında yeri əhəmiyyətindən danışmadı. Müəllim burada nəyə pozdu? Tərbiyə ediciliyi pozdu da. Deməli, yəni nə yoxdur? Pedaqoji prosesin tamlığı, öyrədicilik, tərbiyəcilik, inkişaf etdiricilik üçünü birgə həyata keçirmədi. Başqa bir situasiyaya baxırıq. Deyir ki, müəllim şagirdlərə deməli, müəllim şagirdlərə su elementinin fiziki kimyəvi xassələrindən danışdı. Su elementi, yəni su bir elementdir, su elementinin fiziki kimyəvi xassələrindən danışdı. Lakin bu su elementinə aid kimyəvi məsələləri həll elədilər. Su element deyirəm, su maddə, su, H2O element deyil, su, üzr istəyirəm. Su haqqında deməli məsələlər həll elədilər. Lakin suyun insan həyatında yeri əhəmiyyətindən danışmadılar. Bax, suyu öyrətdi, öyrədicilik var. Suyun deməli su haqqında məsələlər, tapşırıqlar, suyun misal üçün suda orada hidrogenin tutalım ki, valentliyini tapırlar, hidrogenin oksidləşmə dərəcəsini tapırlar, inkişaf etdiricilik var. Amma suyun insan həyatında önəmindən, sudan faydalı istifadə, səmərəli istifadədən danışmadı. Burada nə yoxdur dəyərli yoldaşlar? Tərbiyə edicilik yoxdur. Müəllim öyrədir. Düzdürmü? İnkişaf etdirir. Lakin burada nə yoxdur? Tərbiyə edicilik yoxdur. Deməli, baxın, dərsin öyrədici olması adından olduğu kimi öyrənilən məlumat olmalıdır. Tərbiyə edicilik dedikdə o deməkdir ki, öyrətdiyimiz mövzunun mahiyyəti anlamaqdır. Yəni əhəmiyyəti, yəni həyatda harda istifadə olunur. Baxın, hər bir mövzunu biz niyə keçirik? Elə imtahandan keçmək üçün keçmirik də. Hər bir dərsin həyatda bizim üçün mahiyyəti var. Sonra inkişaf etdirici olması isə o deməkdir ki, mövzu daha ətraflı, daha artıq məlumat verilməsi. Misal üçün izah. Müəllim şagirdlərə, gəlin bu mənim PDF-imdəki olan izaha baxırıq. Müəllim şagirdlərə külək nədir? Külək nəyə deyilir? Məsəl üçün, coğrafiyada dərs keçir müəllim şagirdlərə. Külək nədir? Külək nəyə deyilir? Küləyin növləri hansılardır və s. Bunu öyrətdi. Bu öyrədici hissəsidir. Bu öyrədicidir. Tamam. Küləyin güc və istiqamətini hansı cihazla ölçürlər, sürətini hansı cihazla ölçürlər haqqında məlumat verir. Bu da inkişaf etdiricilikdir. Amma külək enerjisi haqqında, külək enerjisindən necə səmərəli istifadə,
bundan öyrətməyib. Bu səmərəli istifadə, yəni bu artıq tərbiyə edici tərəfidir, mövzunun tərbiyə edici. Görürsüz, kürək enerjisindən səmərəli istifadə edirlər və sarvel axır elektrik enerjisi alırlar. Bax, bu nədir dəyərli yoldaşlar? Mövzunun öyrədici, tərbiyəci, inkişaf etdirici, üçünün kompleks həyata keçirilməsi pedaqoji prosesin tamlığıdır. Pedaqoji prosesin tamlığında bir də var, bunu indi keçmiş kitabda yoxdur. Mən sizə deyirəm, təlim nəticəsinə çatmaq. Təlim nəticəsi. Deməli, bu bəzən belə bir situasiya verə bilər ki, müəllim bir akademik dərs saatı üçün, məsələn, bir gündəlik dərs saatı üçün olan təlim nəticəsi vardır, gündəlik təlim nəticəsi. Buna dərsin məqsədi də deyirlər. Müəllim dərsin məqsədinə çatmayıb. Burada pedaqoji prosesin təşkilinə verilmiş hansı tələb pozulub? Hə, müəllim dərsin məqsədinə çatmırsa, burada pedaqoji prosesin təşkilinə verilmiş tələblərdən pedaqoji prosesin tamlığı pozulub. Dərsin məqsədinə çatmamaq tamlıqdır artıq. Aydındır, dəyərli yoldaşlar. Tamam, davam edirik. Yəni müəllim burada öyrədici, bax pedaqoji prosesin tamlığında müəllim öyrədici, tərbiyəci, inkişaf etdirici bu üçünü kompleks birgə həyata keçirməlidir. Məsəl üçün, lakin burada adətən testlər necə olur da? Deyir müəllim bunu öyrədir, amma ancaq lakin bunu öyrətmir. Müəllim bunu eləyir, amma ancaq lakin bunu eləmir. Yəni yarımçıq görür, tamlıq pozulur. Və yaxud da müəllim deyir ki, şagirdlərlə dərsin məqsədinə, gündəlik təlim nəticəsinə çata bilmir. Adı üstündə də müəllim dərsin məqsədinə çata bilmirsə, gündəlik təlim nəticəsinə çata bilmirsə, burada pedaqoji prosesin adı üstündə tamlığı pozular. Davam edirik. Pedaqoji prosesin tamlığından sonra ikinci nə gəlir? Təhsildə bərabər imkanların yaradılması. Təhsildə bərabər imkanların yaradılması nədir? Eyni. Yəni təhsildə bərabər imkanlar yaratmaq pedaqoji hər birisi üçün eyni təlim şəraitinin yaradılması deməkdir. İnfrastrukturdan, eyni təlim şəraitindən təmin edilməsi. İnfrastruktur nədir? Məktəb müəssisəsində sahədə olan obyektlərin strukturlarının cəmi köməkçi hissələrdir. Kitabxana, idman zalı, yeməkxana, kompüter və s. İndi gəlin baxaq. Bax, tamlıq təhsildə bərabər imkanların yaradılması. Nə cürdür? Deyir ki, basit situasiyalar verirəm. Hamı üçün bərabər imkanların yaradılmasına baxaq. Müəllim deyir ki, sinifdə 7A sinifinə idman zalında dərs keçirdi. 7A sinifinə idman zalında dərs keçdi. Amma 7B sinifinə idman zalında dərs keçmədi. Müəllim burada pedaqoji prosesin təşkilinə verilmiş tələblərdən hansını pozur? Baxın, müəllim 7A sinifinə dərsi idman zalında keçir. Qardaş, 7B sinifində dərsi idman zalında keçmir. Müəllim burada pedaqoji prosesin təşkilinə verilmiş tələblərdən hansını pozur? Deməli, 7A sinifində dərsi idman zalında keçir, amma 7B sinifində dərsi idman zalında keçmir. Pedaqoji prosesin təlimdə bərabər imkanların yaradılması. Qardaş, 7B sinifinə niyə keçmirsən ki? Yəni, bu onların hüququdur ki, hamı üçün eyni təlim şəraiti yaratsın da. Onlar idman zalında keçirsə, bunlar da idman zalında keçmək lazımdır. Tamam. Deyir ki, müəllim 5A sinifinə dərsi kompüter otağında keçirdi. 5B sinifinə dərsi müəllim kompüter otağında keçmir. Aha, burada pedaqoji prosesin təşkilinə verilmiş tələblərdən hansı tələb pozulmuşdur? Qardaş, sən 5A sinifinə dərsi kompüter otağında keçirsən, yaxşı eləyirsən, düz eləyirsən. Tamam. Niyə 5B sinifində də dərsi kompüter otağında sən keçmirsən? 5A sinifində dərsi kompüter otağında keçsin, yaxşı elədin, düz elədin. Bəs niyə 5B sinifində dərsi kompüter otağında keçmirsən? Bərabər imkanları niyə pozursan? Bərabər imkanların yaradılması budur. Bərabərlik, hamı üçün eyni təlim şəraitinin yaradılması. Təhsildə bərabər imkanların yaradılması budur. Eyni təlim şəraitini hamı üçün yaratmaq. Müəllim eyni təlim şəraitini yaratmır. Bu dedimi, infrastrukturdan hamı üçün yaratmalıdır. Başqa bir situasiya baxırıq. Yəni, şagirdlərin fərdiliyini, fərqliliyini nəzərə almaqdır təlimdə bərabər imkanlar. Misal üçün, bax, deyir ki, bədən tərbiyə dərsi idi. Şagirdlərdən biri söylədi ki, müəllim, gəlin bu dərsdə voleybol oynayaq. Şagirdlərdən digər biri isə söylədi ki, müəllim, gəlin bu dərsdə futbol oynayaq. Bədən tərbiyə dərsidir, fiziki tərbiyə dərsidir. Müəllim burada ancaq voleybol oynadı. Futbol oynayanın fikrini nəzərə almaqdır. Burada təhsildə, yəni pedaqoji prosesin təşkili prinsiplərindən, pedaqoji prosesin təlimin təşkilinə verilmiş tələblərdən hansını pozdu? Cavab, müəllim hansını pozdu? Təhsildə bərabər imkanların yaradılmasını pozdu. Niyə? Müəllim burada nə edir, dəyərli yoldaşlar?
Müəllim burada pedaqoji prosesin tamlığını, təlimdə bərabər imkanların yaradılması, hamı üçün eyni təlim şəraitini yaratmır da. Qardaş, biri voleybol oynayır, biri futbol oynamaq istəyir. Sən fərqliliyi nəzərə almalısan. Aydındır, dərsdir. Biri belə istəyir, biri belə istəyir. Yəni biri bu belə öyrənmək istəyir, biri belə öyrənmək istəyir. Baxın, bax ümumiyyətcə öyrənmə tərzləri var. Öyrənmə tərzləri 4 dənə öyrənmə tərzi var. Bunları mən indi keçəcəm. Sadəcə burada mən bunu deməliyəm. Audial, vizual, kinestetik və oxuyub yazaraq öyrənmə. Deməli, audial öyrənmə, vizual öyrənmə, kinestetik öyrənmə və oxuyub yazaraq öyrənmə olaraq 4 tip öyrənmə var. Ümumiyyətcə, bunlar öyrənmə tərzləridir. Öyrənmə tərzi nədir? Mənim əyani müdavimlərim var, onlayn müdavimlərim var. Mən dərsi keçirəm. Bəzən mənə deyirlər ki, Coşqun müəllim, mən dərsdə, misal üçün də, yəni sizin o YouTube-da canlılarınız var, saytda dərsləriniz var. Mən orada qoşuram dərsi, 2x-ə qoyuram, tez-tez də danışırsınız. Mən dəfələrlə qulaq asıram. Heç deməli olur ki, yəni heç kitabı oxumağa ehtiyacım qalmır. Bir neçə dəfə oxuyanda, bir neçə dəfə dərsinizdə, səsinizə qulaq asanda mənə bəs eləyir. Yəni bu şəxs onu göstərir ki, bu şəxs hansı öyrənmə tərzinə malik şəxsdir. Deyə bilərəmmi, bu şəxs audial öyrənmə tərzinə sahib şəxsdir? Hə? Mən bunu deyə bilərəmmi? Bəli. Niyə? Çünki bu şəxs audio, eşidirərək öyrənir də, audial. Yəni bu şəxs səslərlə öyrənir deyə bilərik. Bəli, deyir Coşqun müəllim, heç mən görürəm ki, mənə heç ehtiyac da yoxdur. Bir neçə dəfə qulaq asanda artıq bu mənə bəs eləyir. Audial, eşidərək öyrənənlərdir də, dəyərli yoldaşlar. Biri deyir ki, Coşqun müəllim, siz nə danışırsınız? 100 dənə orada deməli video qulaq asam, bir dəfə kitabdan özüm oxumasam, mən bunu öyrənə bilmərəm. Deməli bu şəxs hansı tip öyrənmə tərzi necədir? Bunlar öyrənmə tərzidir. Bax, öyrənmə tərz. Hərənin bir öyrənmə tərzi var. Bunlar oxuyub yazaraq öyrənənlərdir. İndi siz də özünüzü görəcəksiniz. Baxırsan ki, biri kitabı rəngbərəngdir. O rəngli markerlərdən alır, rəngləyir əsas hissələri. Birini başqa, birini qırmızı, biri sarı. Görürsünüz, mən də rənglərlə də, şəkillərlə də vermişəm. Burada mən vizual öyrənənləri də nəzərə alıram. Sözlərlə vermişəm, oxuyub yazaraq, səsli izah edirəm, vizual. Kinestetik öyrənənlər də var, elə biri mənəm. Mən videoda canlıda görürsünüz, mən dayanmadan hərəkət edirəm. Elə lövhənin qabağında da belə gedirəm, belə gəlirəm. Kitab oxuyanda da deməli, baxın, mənim dəfələrlə müdavimlərim var ki, mən deyir kitab oxuyanda dayanmıram yerimdə, evdə hərrənirəm. Mən də elə olmuşam. Deməli, bu kinestetik öyrənmə tərzidir. Bunlar səhnəciklərlə, rollu oyunlarla öyrənirlər. Baxın, sinifdə biz bu öyrənmə tərzlərini niyə keçdik? Müəllim bax, təhsildə bərabər imkanların yaradılmasında deyir ki, şagirdlərin öyrənmə tərzlərini də nəzərə almalıdırlar. Müəllim öyrənmə tərzləri. Misal üçün, olur da uşaqdır, biri misal üçün audial öyrənmə tərzinə sahibdir. Sən ona vizual öyrənmə tərzinə uyğun tapşırıq vermə. Sən ona audial öyrənmə tapşırığı ver. Gördün ki, biri vizual öyrənmə tərzinə sahib şagirddir. Sən ona hansı tip deməli mövzu verməlisən? Vizual tapşırıqlar verməlisən. Aydındırmı? Gördün biri vizual öyrənmə tərzinə sahibdir. Sən ona vizual öyrənmə tərzinə uyğun tapşırıq ver. Biri oxuyub yazma deməli formasında şagirddir. Yəni birinə oxuyub yazaraq öyrənmə tapşırığı ver. Yəni bu differensiallığı gözlə. Differensiallıq nədir? Yəni differensiallıq, öyrənmə tərzi. Biz bunu keçəcəyik. Bunlar, yəni differensiallıq hər bir şagirdin fərdi, fərqli xüsusiyyətləri var da. Müəllim hər bir şagirdin fərdi xüsusiyyətlərinə, fərqli xüsusiyyətlərini nəzərə almalıdır. Biri, məsəl üçün, və yaxud da oxuyub yazaraq öyrənən şagirdlər xoşlayır ki, dərsi testlə. Sən test ver, onu sənə həll eləsin, versin. Amma misal üçün, audial öyrənən tərzinə sahib şagirdlər xoşlayır ki, çıxsın sənə dərsi danışsın. Kinestetik öyrənən şagirdlər xoşlayır ki, dərsi belə deyək, cədvəllərlə sənə təqdim eləsin, şəkillərlə təqdim eləsin. Aydındırmı? Yəni kim o hansı öyrənmə tərzinə sahibdirsə, o öyrənmə tərzinə uyğun şagirdlərə tapşırıq ver və onlardan tapşırıqları öyrənmə tərzlərinə uyğun formada götür. Bax, buna təhsildə bərabər imkanların yaradılması prinsipi deyilir. Yəni bərabərliyini yarat. Şagirdlərin fərdi, fərqli xüsusiyyətlərini nəzərə al. Misal üçün, bax bir daha deyirəm, bərabərlik nədir? Hamı üçün eyni təlim şəraitinin yaradılması. Misal üçün, baxın, bax deyirəm ki, gəlirəm sinifə, şagirdlərim deməli
fərqliliklərini nəzərə alıram. Biri oxuyub yazaraq öyrənə bilir, biri deməli audial öyrənə bilir. Oxuyub yazaraq ona yazı tapşırıqlarını verirəm, vizual öyrənənlərə cədvəl tapşırıqları verirəm. Mən nəyə əməl elədim? Təhsildə bərabər imkanların yaradılmasına. Və yaxud da məsəl üçün 7A sinifini laboratoriyada dərs keçdim, 7B sinifinə laboratoriyada dərs keçmədim. Mən nəyə pozdum? Eyni təlim şəraitini yaratmadım da, təhsildə bərabər imkanların yaradılması. Və yaxud da şagirdin biri dedi ki, müəllim, mən deməli, voleybol oynayaq, biri dedi futbol oynayaq. Mən ancaq futbol oynatdımsa, təhsildə bərabər imkanların yaradılmasını pozuram. Görürsüz, şeylərdə də var, şəkillərdə də var. İndi inklüzivliyə baxırıq. Deməli, dəyərli yoldaşlar, çox adam inklüzivliklə təhsildə bərabər imkanların yaradılmasını səhv salır. Amma ki, indi mən elə bir izah verəcəm ki, inklüzivliklə təhsildə bərabər imkanların yaradılmasını səhv salmayacaqsınız. İnklüzivlik, baxın, əvvəla qaydasına baxırıq. İnklüzivlik nə deməkdir? Mötərizədə yazıram. Təhsilin hər kəs üçün əl çatan olması. Deməli, baxın, təhsilin hər kəs üçün əl çatan olması. Bu ilk dəfə fiziki məhdudiyyətlilər üçün yaradılıbdır. Amma artıq tək fiziki məhdudiyyətlilər, yəni fiziki məhdudiyyət nədir? Sağlamlıq imkanı məhdud. Fiziki məhdudiyyət bu gedir də. Sağlamlıq imkanı məhdud şagirdlər üçün ilk dəfə yaradılıbdır. Amma hal-hazırda tək sağlamlıq imkanı məhdud şagirdlər üçün nəzərdə tutulmur da. Yəni bütün şagirdlər üçün, hətta burada zəif şagirdlər, potensial imkanı zəiflər və s. və axır hər kəs üçün nəzərdə tutulur. Birinci fiziki məhdudiyyət var. Məsələn, yeriyə bilməmək. Misal üçün, baxın, biri yeriyə bilmir. Təhsildən kənara qalırsa, bu inklüzivlik burada pozulur. Məktəbə gəlir. Və yaxud da misal üçün, yeriyə bilməyən şagird arabada gəlib dərsə qoşulursa, burada inklüzivlik əməl olunur. Və yaxud da biri misal üçün, deməli, biri danışanda kəkələyir, fiziki məhdudiyyəti var da. Müəllim onu təhsildən geridə saxlayırsa, ona tapşırıq vermir ki, danışmağa tapşırıq vermir ki, onsuz da sən kəkələyirsən, burada nə edir? İnklüzivliyi pozulur. Aydındır, dəyərli yoldaşlar, inklüzivlik. Yəni inklüzivlik budur. Və yaxud da misal üçün burada şəkillər var, göstərəcəm. Qara dərili uşaqdır. Misal üçün onun məktəbdə, misal üçün təhsildə digər uşaqlarla bir yox, ayrıca oturtdurulursa, ayrıca qrupda o birlər uşaqlarla, ağ dərililərlə bir qrupa salınmırsa, inklüzivlik pozulur. Psixi məhdudiyyət, yəni ətrafı özünü dərk etmədən müəyyən məhdudiyyətdir. Depressiya, davranış pozuntusu, gərginlik, aqressivlik. Misal üçün də o şagird var, misal üçün də aqressiv uşaqdır. Ona fərq qoymaq olmaz. Misal üçün o psixi məhdudiyyəti var. Autizmli uşaqdır, onun təhsildən kənarda fərq qoymaq olmaz. Aydındır? Və yaxud da daha sonra intellektual xüsusiyyətləri. Baba gəldik bura. İntellektual xüsusiyyətinə görə bunu şagirdlər qısaca qavrama xüsusiyyətinə görə tez götürmək, dərsi tez başa düşmək, bunlara görə şagirdləri fərqli xüsusiyyətə fərqli saxlamaq burada nə sayılır? İnklüzivliyin pozulması sayılır. Baxın, dəyərli yoldaşlar, deyir ki, müəllim dərsdə ancaq fəal şagirdlərlə çox işləyirdi. Pasiv şagirdlər müəllimin burada yəni diqqətindən kənarda qoyur. Ancaq dərsdə fəal şagirdləri işlədir. Pasiv şagirdlər müəllimin diqqətindən kənarda qalır. Müəllim burada pedaqoji prosesin təşkilinə vermiş tələblərdən hansını pozur? Əvvəllər pedaqoji prosesin də bərabər imkanları idi, inklüzivlik yox idi. Artıq inklüzivlikdir. Aydındırmı? Bərabər imkanlar fərqliliyi nəzərə almaq lazımdır. Bu yəni bu amma intellektual cəhətdən geriliyi nəzərə almaq bu inklüzivlikdir. Qardaş, nə olsun ki, bir sinifdə 3 dənə pasiv şagirdim var, zəif, götürümü zəif, qavraması zəif şagirdim var. Sən onları prosesdən kənarda qoy, onları prosesə cəlb eləmə. Sən burada nəyə pozursan? İnklüzivliyi. Salam müəllimlər. Bu gün sizlərə aprel ayının qrupları haqqında, aprel onlayn qruplarımız haqqında məlumat verəcəm. Aprel ayının qrupları başlayır aprel ayının 5-dən. Deməli, dərslərimiz aprel ayında həftədə 4 dəfə, may ayından isə həftədə hər gün. Bəzən həftədə 2 dəfə may ayından etibarən dərslərimiz olacaq. Deməli, aprel onlayn qruplarımızda dərslər 2-ci, 4-cü, 6-cı günlər axşam saat 10-da canlı YouTube-da
Bazar günü isə saat 12-də Zoom proqramı vasitəsilə keçiriləcək. Deməli, mənə sual verirlər ki, Coşqun müəllim, dərsiniz necədir sizdə? Asinxron qaydada video mu atırsınız? Xeyr. Mən o formada dərs keçmirəm. Bəzən deyirlər ki, Coşqun müəllim, dedilər, həftədə 4 dəfə dərs getdik, qoşulduq. Bunun üst dəvəsində bizə video atırlar, bir dəvəsində canlı olur, onda da öyrənə bilmirik və sair və ilaxır müxtəlif mənə şikayətlər gəlir. Baxın, məndə olan dərslər hamısı canlıdır. Çünki video atanda müəllim yüklənir. Video qalmış olsa YouTube-da en qədər bütün dərslərin videoları var. O formada mən dərs keçmirəm, o formada mən dərsi dərs saymıram. Bizdə olan dərslər deməli canlı dərslərdir. Canlı olaraq qoşulursunuz və canlı olaraq məsuliyyət hiss edib dərsə hazırlaşırsınız. Mən bilirəm də video atanda müəllim məsuliyyət hiss eləmir, dərsə hazırlaşmağı səmərəsiz olur, keyfiyyətsiz olur hazırlıqlar. Ona görə də məndə birinci dərslər sayta yüklənir. Kurikulum.az saytına. Hər bir dərsin video ağıllı lövhə qarşısında video izahına baxırsınız. Hər bir dərsin testini işləyirsiniz. Hər testin özünün ayrı-ayrılıqda altında video izahına baxırsınız. Testlərimiz tamamilə imtahan səviyyəli, MİQ səviyyəli, kurikulum səviyyəli, çətin, peşəkar formada hazırlanmış testlərdir. Bəzən testlər atırlar, peşəkar testlər olmur, MİQ səviyyəsində testlər olmur. Bizim testlərimiz tam peşəkar səviyyədə kurikulum çərçivə sənədinə uyğun testlərdir. Deməli, aprel ayında həftədə 4 dəfə canlı dərsimiz olacaq. 2-4-6 saat 10-da YouTube-la, bazar günü 12-də. May ayından isə gündə 2 dəfə canlı dərsimiz olacaq. Bir canlı dərsimizdə dərs izahı olacaq, birində testi hər gün may ayından etibarən hər gün qarışıq, imtahan tipli, qəbul səviyyəli sizə 20 sualdan ibarət sınaq işlədəcəm. Dərsin 2 gündə 2 dərs, dərsin birində dərs izahı, birində sınaq işləri işləyəcəyik. Və həmçinin ümumi mənim 10.000 testim, yəni deməli bura bölmə testləri, mövzu testləri, qəbul testləri aiddir və bir də Time 2024 test bankını sizlərə işlədəcəm. Bütün bunların qiyməti may ayında 40 AZN-dir. Bəli, apreldə qiymət dəyişəcək. Amma ki, aprel ayından qoşulan müdavimlər mayda da eyni ödəniş ödəyəcəklər. Yəni mayda hər gün, gündə 2 dəfə dərsə qoşulsanız da eyni ödəniş ödəyəcəksiniz. Amma may ayında artıq qruplara qeydiyyat qiyməti fərqli olacaq. Dərslərə qoşulmaq üçün 051 580 94 28. Buna gec cavab yazdılarsa fərq eləməz. 050 334 12 64. Hər iki nömrə bizim WhatsApp nömrəmizdir, kursumuzun nömrəsidir. Hər iki nömrənin WhatsApp-ına yaza bilərsiniz. Dərslərimiz aprel ayının 5-dən başlayacaq. Hər kəsə uğurlar. Müəllim deyir ki, misal üçün də sinifə direktor və direktorun müavini gəldi iclasa, yəni açıq dərsə. Bunu görən müəllim dərsdə ancaq fəal şagirdlərin iştirakını təmin elədi. Pasiv şagirdləri müəllim diqqətindən kənarda saxladı. Baxın, dərsdə direktor və direktorun müavinləri açıq dərsdə gəlib iştirak elədi. Bunu görən müəllim ancaq dərsdə fəal şagirdlərin iştirakını təmin elədi. Pasiv şagirdləri müəllim diqqətindən kənarda qoydu. Müəllim burada pedaqoji prosesin təşkilinə verilmiş tələblərdə nəyə pozdu? İnklüzivliksən, aktiv şagirdləri diqqətində saxla, passivləri kənarda qoy. Qardaş, o passivlər üçün dərs əlçatmaz olacaq da, inklüzivlik pozulacaqdır. Deməli, baxın, deyir ki, müəllim, başqa bir situasiya deyim. Deyir, müəllim sinifdə 3 dənə zəif şagird var idi. Müəllim bu şagirdlərlə də diqqətində saxlayır, onlara da potensialına uyğun tapşırıqlar verirdi və onların da dərs prosesinə qoşulmasını təmin edirdi. Və nəticədə il sonunda o pasiv şagirdlər digər şagirdlər kimi aktiv şagird oldu, dərslərdə çox yaxşı fəal iştirak elədi. Müəllim burada pedaqoji prosesin təşkilinə verilmiş tələblərdən hansını gözlədi? Cavab inklüzivlik. Deməli, dərsdə 3 dənə şagird var imiş. Görün necə gözəl, səmərəli işləyən müəllim imiş. 3 dənə pasiv şagird var imiş. Müəllim onların da potensial imkanlarına uyğun, onlara da uyğun tapşırıqlar verilmiş və nəticədə bir müddət sonra həmin o pasiv şagirdlər artıq dərslərə fəal qoşulur, dərslərdə fəal iştirak edirdi və bir müddət sonra onlar da dərsin fəal bir üzvünə çevrildilər. Müəllim burada pedaqoji prosesin təşkilinə verilmiş hansı prinsipə əməl elədi? Cavab inklüzivlik. Onları da dərsə qatdı, onları da dərsə qoşdu, onların da dərs prosesində səmərəli iştirakını təmin elədi. Aydındırmı? İnklüzivlik budur. Yəni pasiv şagirdlərin
diqqətdən kənarda qalmış şagirdlərin təhsil prosesinə cəlb olunması inklüzivlikdir. Yəni sağlamlıq məhdudiyyəti olan şagirdləri, yəni prosesə cəlb eləmək, bu zəif şagirdləri də prosesə cəlb eləmək. Misal üçün deyir ki, sinifdə 10 dənə yaxşı oxuyan şagird var idi, potensial imkanı güclü şagird var idi. Müəllim bu 10 dənə yerdə qalanlar isə biraz potensial imkanı, yerdə qalan 4 uşaq potensial imkanı zəif idi. Baxın, sinifdə 14 dənə şagird var, 10 nəfərin potensialı çox yaxşıdır. 10 nəfərin potensialı çox yaxşıdır, 4 nəfərin potensialı zəifdir. Düzdür? Ay sağ olun. Deyirəm ki, müəllim ancaq bunlara, deməli, bütün sinifə 14 nəfərin hamısına gətirib çox çətin tipli tapşırıqlar verirdi müəllim, çox çətin. Və nəticədə 10 nəfər yazır, 4 nəfər isə yaza bilmirdi. Burada pedaqoji prosesin təşkilinə verilmiş tələblərdən hansı pozulur? Cavab inklüzivlik. O 4 nəfər üçün təhsil əlçatan deyil də, yəni baxın, inklüzivlik budur, təhsilin hər kəs üçün əlçatanlığı. İndi gəlin buna baxaq dəyərli yoldaşlar. Bax, gəlin bunlara baxaq. Bax, mən sizə neçə dənə prinsip dedim. Pedaqoji prosesin təşkil prinsipləri. Düzdür? Birinci nə gəlir? Pedaqoji prosesin tamlığı. Pedaqoji prosesin tamlığı. Burada siz ola bilsin ki, bərabər imkanların yaradılması, təlimdə bərabər imkanların yaradılması, ola bilsin ki, bu bərabər imkanların yaradılması ilə inklüzivliyi qarışıq sala bilərsiniz. Ona görə burada bir həssas məqam var. Onu deyəcəm ki, qarışıq salmayasınız. 3 dənə prinsip keçdik də, 9 dənədən hələ ki 3-ünü keçdik. Düzdür? Hansılardır bunlar? Pedaqoji prosesin deməli tamlığı, təlimdə, təhsildə və yaxud da bərabər imkanların yaradılması və yaxud da növbəti gəlir inklüzivlik. Gəlin bunlara baxırıq. Deməli, birinci pedaqoji prosesin tamlığı. Pedaqoji prosesin tamlığında dedim, müəllim, öyrədici, tərbiyəçi, inkişaf etdirici olmalı. Yəni, müəllim bütün işlərini, müəllim dərsində həm öyrətməli, həm tərbiyə eləməli, həm inkişaf etdirməlidir. Düzdür? Düzdür. Yəni, misal üçün, müəllim deyirəm ki, necə dedim misalları, iynəyarpaqlı ağacların xüsusiyyətlərini öyrətdi, lakin bu ağaclara qayğının vacibliyindən, bu ağacların insan həyatında yer əhəmiyyətindən danışmadı. Müəllim burada pedaqoji prosesin təşkilinə verilmiş tələblərdən hansını pozdu? Deməli, nəyə pozdu? Pedaqoji prosesin tamlığını. Düzdürmü? Aha, niyə pozdu? Müəllim öyrətdi, düzdürmü? Ay sağ olun. Müəllim tərbiyə edib inkişaf etdirməlidir. Etdirməlidir, tamam. Bax, indi bu bərabər imkanlarla inklüzivliyi əsas burada qarışıq sala bilərsiniz. Deyirəm ki, müəllim şagirdlərə sinifdə 2 dənə zəif şagird var idi. Müəllim onların digər şagirdlərə qoşulması üçün heç bir tədbir görmürdü və ancaq sinifdə digər aktiv şagirdlərlə məşğul olurdu. Müəllim pedaqoji prosesin təşkilinə verilmiş tələblərdə nəyə pozurdu? İnklüzivliyi. Baxın, iki sinifdə baxın qavrama, inklüzivlik nədir? Təhsilin hər kəs üçün əlçatan. Möhtərizədə yazaq əlçatan, düzdür? Ay sağ olun. Təhsil hər kəs üçün əlçatan. Orada 2 dənə zəif şagird üçün əlçatanlıq pozulubmu? Pozulub. Misal üçün, müəllim deyir ki, dərsdə kəkələyən bir şagird var idi, nitq qüsurlu. Müəllim ona dərsi danışmağa qoymurdu ki, vaxt çox gedəcək, eybi yox. Burada müəllim pedaqoji prosesin təşkilinə verilmiş hansı tələbləri pozur? Deməli nə? İnklüzivlik, həmin şagirdə təhsil əlçatan deyil, fiziki məhdudiyyəti, qavrama xüsusiyyəti, başa düşürsünüz, bəzən qavrama xüsusiyyəti bərabər imkan götürürlər. Xeyr, bərabər imkan nədir? Misal üçün, deyir ki, Əli dərsi daha çox deməli, oxuyub yazaraq öyrənirdi və müəllimə deyirdi ki, müəllim, mənə ya oxuma, ya yazma tapşırığı verin. Müəllim də ona audial, səsli tapşırıqlar verirdi. Burada pedaqoji prosesin təşkilinə verilmiş tələblərdən hansı pozdu? Yəni, baxın, bu şagirdin artıq diferensiallıqdır, fərqliliyidir. Bir də var ki, şagirdin qavraması zəif ola, sən onu təhsildən kənarda qoyasan, əlçatan olmaya, təhsil onun üçün. Bir var zəif uşaq ola, əlçatan olmayasan. Bir var psixi xüsusiyyəti, biraz aqressiv şagird ola, autizmli şagird ola, sən onu kənarda qoyasan. Bir var fiziki, psixi xüsusiyyəti, fiziki əngəlli ola, sağlamlıq imkanı məhdud ola, sən onu təhsildən kənarda qoyasan. Hə, bu inklüzivlikdir. Hə, misal üçün deyir ki, misal üçün Aynur və sinif yoldaşı Fidan dərsdə voleybol oynamaq istəyirdi. Amma digər şagirdlər futbol oynamaq istəyirdi. Müəllim ona görə də futbol oynadı sinifdə. Aynurla Fidanın fikrini nəzərə almadı. Burada pedaqoji prosesin təşkilinə verilmiş hansını
pozuldu. Təlimdə bərabər imkanların yaradılması, fərdilik, fərqli xüsusiyyətlər nəzərə alınmadı. Baxın, təlimdə bərabər imkanların yaradılması budur. Sinifdə fərqli xüsusiyyətlər nəzərə alınmalıdır. Amma inklüzivlik isə misal üçün o zəif uşaqların nəzərə alınması. İnklüzivlikdə mən belə bir söz deyirəm, psikmək deyə bir anlayış var. Biz tərəfdə ola bilsin biz tərəfin sözüdür. Gəncə və Gəncəbasa. Yəni kimsə təhsildə psikib kənarda qalmamalıdır. Zəif oxuduğuna görə neyniyə bilər? Psikə bilər. Kimsə misal üçün də yaxşı akademik göstəricisi zəif olduğuna görə, qavraması zəif olduğuna görə psikirsə inklüzivlikdir. Qara dərili olduğuna görə psikirsə inklüzivlikdir. Fiziki məhdudiyyətinə görə kənarda qalır, dərsə əl çatan olmursa inklüzivlikdir. Və yaxud da misal üçün də sağlamlıq imkanı məhduddursa, psixi xüsusiyyətlərinə görə inklüzivlikdir. Amma fərdi mənim istəyim nəzərə alınmır. Mən deyirəm ki, mən bunu elə istəyirəm. Mənim öyrənmə tərzim nəzərə alınmırsa, təlimdə bərabər imkanların yaradılması və yaxud da 7 məktəbin idman otağından 7A sinifi istifadə edir, bizim sinif istifadə eləmirsə, təlimdə bərabər imkanların yaradılmasıdır. Aydın oldu və yaxud da mənim sinif yoldaşım futbol oynamaq istəyirdi, oynadı, mən oynamadımsa, mən voleybol istəyirdim, müəllim məni nəzərə almadısa, bərabər imkanların yaradılmasıdır. Və yaxud da misal üçün də mənim daha çox vizual öyrənmə tərzim var. Müəllim mənə başqa tip tapşırıq verirsə, mənim fərqli fikirlərimi, xüsusiyyətlərimi nəzərə almırsa, bərabər imkanların yaradılmasıdır. Və bunun 3 dənə prinsipdə əsas diqqətli olaq. Növbəti gəlir dəstəkləyici mühitin yaradılması prinsipi. Dəyərli yoldaşlar, dəstəkləyici mühitin yaradılmasında nə var? Təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üçün zəruri infrastrukturun, sağlam mənəvi pedaqoji mühitin və təhlükəsiz təlim şəraitinin yaradılmasıdır. Baxın, dəstəkləyici mühitin yaradılması. Dəstəkləyici mühitin yaradılmasında diqqətli olaq. Birinci nə gəlir? Sağlam mənəvi psixoloji mühit. Zəruri infrastruktur 1. Zəruri infrastruktur 1. Birinci budur. Zəruri infrastruktur nədir? Deyir ki, bax, şagirdlər məktəbin kitabxanasından istifadə eləmirdilər. Aha. Şagirdlərlə sorğu keçirildi görüm, məktəbin kitabxanasından niyə istifadə eləmirlər? Məlum oldu ki, məktəbin kitabxanasının çox bərbad olması, təmirinin çox bərbad olması, oradakı kitabların çox köhnə olması, ilinin çox köhnə olmasına görə şagirdlər məktəbin kitabxanasından istifadə etməməyi düşünüblər, etməyiblər. Burada pedaqoji prosesin təşkilinə verilmiş tələblərdən hansı prinsip pozulubdur? Cavab dəstəkləyici mühitin yaradılması. Niyə? Çünki zəruri imkanlar, maddi texniki baza, infrastruktur nəzərə alınmayıbdır. Məktəbin kitabxanasından qardaş istifadə edəmirlər. Deyirlər ki, hə, orada olan kitablar hamısı köhnədir, köhnə nəşr kitablardır. Deməli, burada nə var? Zəruri imkanlar, zəruri infrastruktur deməli nəzərə alınmayıbdır. Yoxdur məktəbdə, dəstəkləyici mühitin yaradılması pozulub. Deyir, məktəbdə atlas, xəritə, qlobus yox idi. Müəllim, coğrafiya müəllimi hər dəfə onları gətirib sinifdə bir infrastruktur yaratmağa çalışırdı. Müəllim burada pedaqoji prosesin təşkilinə verilmiş tələblərdən hansını qoruyurdu, hansını əməl eləməyə çalışırdı? Dəstəkləyici mühitin yaradılması. Düzdürmü? Məktəbin infrastrukturu yoxdur, yaxşı lövhəsi, məsəl üçün yaxşı xəritələri yoxdur, yaxşı qlobusu yoxdur. Müəllim bunları özü alıb gətirib sinifdə təşkil eləyirdisə, müəllim dəstəkləyici mühitin yaradılmasına əməl eləyir. Məsəl üçün deyir, kompüter müəllimi Elcan müəllim məktəbdə kompüteri yox idi. Ona görə müəllim hər dərs öz şəxsi notebookunu məktəbə aparırdı və dərsi təşkilinə şərait yaradırdı. Müəllim burada pedaqoji prosesin təşkilinə verilmiş tələblərdən hansını əməl eləyir? Cavab dəstəkləyici mühitin yaradılması. Niyə? Çünki zəruri infrastruktura əməl eləyir. İkinci gəlir sağlam mənəvi psixoloji mühit. Yəni sağlam bu ikincidir. Baxın, sinifdə müəllim sağlam psixoloji mühit qurmalı, yaratmalıdır. Sağlam psixoloji mühit nədir? Deyir ki, şagirdlər dərsdə, məsəl üçün, 2 şagird arxada qeyri-etik hərəkətlər edir, qeyri-etik sözlər işlədirdilər. Müəllim isə buna baş qoşmurdu, elə dərsini keçməyə davam edirdi. Buna baş qoşmağın əlavə zaman itkisi kimi görürdü. Baxın, dərsdə şagirdlərdən ikisi arxada əyləşib qeyri-etik hərəkətlər edir, qeyri-etik sözlər işlədir. Müəllim də buna baş qoşmur ki, buna baş qoşmaq əlavə vaxt itkisidir. Orada deyib kiriyəcəklər. Müəllim burada pedaqoji prosesin təşkilinə verilmiş tələblərdən hansını pozur? Hə? Cavab sağlam mənəvi psixoloji mühit pozurmu?
Bəli, dəstəkləyici mühitin yaradılması prinsipini pozur. Burada sinifdə sağlam mənəvi psixoloji mühit olmalıdır. Şagirdlər arxada qeyri-etik hərəkətləri işlədə bilər, qeyri-etik sözlər işlədə bilər, qeyri-etik ifadələr işlədə bilər. Xeyr. Deməli burada nə pozulubdur? Sağlam mənəvi psixoloji mühit, dəstəkləyici mühit yoxdur. Deyir ki, sinifə təzə şagird gəlibdir. Təzə gələn şagirdlə köhnədən olan şagirdlər arasında konfliktlər var, konflikt var, mübahisə var. Təzə gələn şagirdlə köhnədən olan yerli şagirdlər arasında mübahisə var, konflikt var. Müəllim bunların həlli üçün bir tədbir görmür və düşünür ki, şagirdlər bu məsələni öz aralarında həll edib düzələcək, barışacaq. Burada pedaqoji prosesin təşkilinə verilmiş tələblərdən hansı pozulub? Cavab sağlam mənəvi psixoloji mühit pozulub da, deməli dəstəkləyici mühitin yaradılması. Deyir ki, indi başqa bir situasiyaya baxaq. Müəllim deyir, dərsdə şagirdlərə daim qışqırır, danlayır, şagirdlər müəllimdən qorxurdu. Burada pedaqoji prosesin təşkilinə verilmiş tələblərdən hansı pozulub? Baxın, müəllim şagirdləri daim qışqırır, şagirdlərin üzərinə, şagirdləri danlayır. Nəticədə şagirdlər müəllimdən qorxur, müəllim nə desə onu eləyirdilər. Burada nə pozulub? Sağlam mənəvi psixoloji mühit, dəstəkləyici mühitin yaradılması prinsipi pozulubmu? Bəli, dəstəkləyici mühitin yaradılması prinsipi pozulubdur. Başa düşürsünüz, dəyərli yoldaşlar? Deyir ki, müəllim şagirdləri, deməli, başqa bir situasiyaya baxırıq. Deməli, müəllim avtoritar rejimdən dərs keçir ki, ənənəvi sovet üslubundan. Şagirdləri obyekt kimi görür, dəstəkləyici mühitin sağlam öyrənmə mühiti yoxdur deyir sinifdə. Deyir, sinifə deməli, xəyalə dərsə hazırlıqsız gəlmişdi. Müəllim xəyaləni bərk tənqid elədi, danladı. Xəyalə qorxdu, ağlamağa başladı. Hansı prinsip pozulub? Dəstəkləyici mühitin yaradılması. Deyir, sinifdə bullying hadisəsi var. Müəllim özü şagirdlərə bullying edir və yaxud da şagirdlər bir-birinə bullying edir. Müəllim bunu görür, göz yumur. Dəstəkləyici mühitin yaradılması, yəni sinifdə sağlam öyrənmə mühiti, sağlam psixoloji mühit yoxdur. Daha sonra üçüncü gəlir, yaradıcı və təhlükəsiz. Üçdə budur, yaradıcı və təhlükəsiz təhsil şəraiti. Misal üçün, deyir ki, Zaur müəllim şagirdləri laboratoriya apardı. Şagirdlər laboratoriyada şəffaf eynəklərlə təmin olundu, əlcəklərlə təmin olundu, müəllimin nəzarəti ilə təhlükəsiz qaydada reaksiyanı apardılar. Burada pedaqoji prosesin təşkilinə verilmiş hansı prinsipə əməl olunub dəstəkləyici mühit? Deyir, Vüsal müəllim şagirdləri laboratoriya apardı. Şagirdlərin maddənin biri əlinə töküldü, əli yandı müəllim nəzarətsizliyindən. Burada pedaqoji prosesin təşkilinə verilmiş tələblərdən hansı pozulmuşdur? Cavab, dəstəkləyici mühitin yaradılması. Sinifdə təhlükəsiz təşkil şəraiti yoxdur. Misal üçün, koridorda şagirdin qaçmağı, tullanmaq, hoppanmaq, bir-birini itələmək, yıxmaq, pəncərəni qırmaq, yıxılmaq, başı yerə dəymək. Bunlar hamısı, yəni müəllim sinifdə dəstəkləyici mühit qurmalıdır. Bu da sağlam mənəvi psixoloji mühitlə eyni şeydir hardasa. Bunlar hamısı dəstəkləyici mühitin yaradılmasında. Burada üç əsas şey var. İnfrastruktur zəruri olmağı, sağlam mənəvi psixoloji mühit və təhlükəsiz təhsil şəraiti. Aydındır? İnfrastruktur sözü bərabər imkanlarda da var, qarışdırmaq. Bərabər imkanlarda odur ki, yəni hamı infrastruktur hamıya eyni qaydada paylanmalıdır. Bir də var ki, infrastruktur yoxdursa, bu dəstəkləyici mühitin yaradılması. İnfrastruktur yoxdur heç, dəstəkləyici mühit yoxdur. İnfrastruktur var, amma hamıya eyni qaydada paylanmır, bərabər imkanlar yoxdur artıq. Aha, davam edək dəyərli yoldaşlar. Aha, məktəb valideynin əlaqələrinin tənzimlənməsi. Bu çox rahat, sadə bir prinsipdir. Qısacası deyir, valideynlərlə daim əməkdaşlıq eləmək. Əgər bir məktəb daim valideynlərlə əməkdaşlıq eləyirsə, daim valideynlərlə birgə işləyirsə, məktəb valideyn əlaqələri əməkdaşlığı var. Yox, əgər valideynlərlə bir məktəb daim əməkdaşlıq eləmirsə, valideynlərlə əlaqə yoxdursa, məktəb valideyn əlaqələrinin pozulması deməkdir. Deyir, təhsil müəssisəsinin idarə edilməsində təlim-tərbiyə prosesinin təşkili və bağlı problemlərin aralıda qaldırılmasında, təhsil müəssisəsinin inkişaf perspektivlərinin müəyyənləşdirilməsində valideynlərin rolunun təmin olunmasıdır. Qısaca, deyir, məktəb, misal üçün, filan məktəb valideynlərlə heç bir əlaqəyə keçmir, valideynləri təlim prosesinin təşkilinə cəlb eləmir. Burada hansı prinsip pozulub?
və məktəb valideyn əlaqələrinin tənzimlənməsi. Yəni valideynlə daimi əlaqəyə keçmək lazımdır. Onlarla müxtəlif layihələrdə əməkdaşlıq eləmək lazımdır. Şagirdlərin inkişafında əməkdaşlıq eləmək lazımdır. Onları məlumatlandırmaq lazımdır övladlarının dərsə davamiyyəti, təhsilə marağı, inkişafı barəsində. Yəni bunları eləməyən məktəb, qısaca valideynlə əlaqəyə girməyən, daimi əlaqə saxlamayan, valideynlə əməkdaşlıq eləməyən, valideyni məktəbdən uzaq tutan məktəb, kollektiv məktəb-valideyn əlaqələrinin tənzimlənməsi prinsipini neyləmiş olur? Pozmuş olur, dəyərli müəllimlər, pozmuş olur. Aha, davam edək. Növbəti nə gəlir? Fəaliyyətin stimullaşdırılması, şagird şəxsiyyət, inkişaf və fəaliyyətin stimullaşdırılması davam. Deməli, bunu iki hissəli keçəcəyik. Bunun da ikinci hissədə baxın. Biraz dincəlin, ikinci hissəyə baxın. Birbaşa bu hamısını deyib yormaq istəmirəm. Salam müəllimlər. Bugün sizlərə aprel ayının qrupları haqqında, aprel onlayn qruplarımız haqqında məlumat verəcəm. Aprel ayının qrupları başlayır aprel ayının 5-dən. Deməli, dərslərimiz aprel ayında həftədə 4 dəfə, may ayından isə həftədə hər gün, bəzən həftədə 2 dəfə may ayından etibarən dərslərimiz olacaq. Deməli, aprel onlayn qruplarımızda dərslər 2-ci, 4-cü, 6-cı günlər axşam saat 10-da canlı YouTube-da, bazar günü isə saat 12-də Zoom proqramı vasitəsilə keçiriləcək. Deməli, mənə sual verirlər ki, Coşqun müəllim, dərsiniz necədir sizdə? Asinxron qaydada video mu atırsınız? Xeyr. Mən o formada dərs keçmirəm. Bəzən deyirlər ki, Coşqun müəllim, dedilər, həftədə 4 dəfə dərs getdik, qoşulduq. Bunun üst dəvəsində bizə video atırlar, bir dəvəsində canlı olur, onda da öyrənə bilmirik və sair və ilaxır müxtəlif mənə şikayətlər gəlir. Baxın, məndə olan dərslər hamısı canlıdır. Çünki video atanda müəllim yüklənir, video qalmış olsa YouTube-da en qədər bütün dərslərin videoları var. O formada mən dərs keçmirəm, o formada mən dərsi dərs saymıram. Bizdə olan dərslər deməli canlı dərslərdir. Canlı olaraq qoşulursunuz və canlı olaraq məsuliyyət hiss edib dərsə hazırlaşırsınız. Mən bilirəm də video atanda müəllim məsuliyyət hiss eləmir, dərsə hazırlaşmağı səmərəsiz olur, keyfiyyətsiz olur hazırlıqlar. Ona görə də məndə birinci dərslər sayta yüklənir, Kurikulum.az saytına. Hər bir dərsin video ağıllı lövhə qarşısında video izahına baxırsınız. Hər bir dərsin testini işləyirsiniz. Hər testin özünün ayrı-ayrılıqda altında video izahına baxırsınız. Testlərimiz tamamilə imtahan səviyyəli, MİQ səviyyəli, kurikulum səviyyəli, çətin, peşəkar formada hazırlanmış testlərdir. Bəzən testlər atırlar, peşəkar testlər olmur, MİQ səviyyəsində testlər olmur. Bizim testlərimiz tam peşəkar səviyyədə kurikulum çərçivə sənədinə uyğun testlərdir. Deməli, deməli, aprel ayında həftədə 4 dəfə canlı dərsimiz olacaq. 2, 4, 6 saat 10-da YouTube-la, bazar günü 12-də. May ayından isə gündə 2 dəfə canlı dərsimiz olacaq. Bir canlı dərsimizdə dərs izahı olacaq, birində testi hər gün may ayından etibarən hər gün qarışıq, imtahan tipli, qəbul səviyyəli sizə 20 sualdan ibarət sınaq işlədəcəm. Dərsin 2 gündə 2 dərs, dərsin birində dərs izahı, birində sınaq işləyəcəyik. Və həmçinin ümumi mənim 10.000 testim, yəni deməli bura bölmə testləri, mövzu testləri, qəbul testləri aiddir və bir də Time 2024 test bankını sizlərə işlədəcəm. Bütün bunların qiyməti may ayında 40 AZN-dir. Bəli, apreldə qiymət dəyişəcək. Amma ki, aprel ayından qoşulan müdavimlər mayda da eyni ödəniş ödəyəcəklər. Yəni mayda hər gün, gündə 2 dəfə dərsə qoşulsanız da eyni ödəniş ödəyəcəksiniz. Amma may ayında artıq qruplara qeydiyyat qiyməti fərqli olacaq. Dərslərə qoşulmaq üçün 051 580 94 28. Buna gec cavab yazdılarsa fərq eləməz. 050 334 12 64. Hər iki nömrə bizim WhatsApp nömrəmizdir, kursumuzun nömrəsidir. Hər iki nömrənin WhatsApp-ına yaza bilərsiniz. Dərslərimiz aprel ayının 5-dən başlayacaq. Hər kəsə uğurlar. Növbəti prinsipə baxaq. Növbəti prinsipimiz gəlir fəaliyyətin stimullaşdırılması. Fəaliyyətin stimullaşdırılmasında nədir? Deməli, deyir ki, təlim prosesinin səmərəliliyin artırılması üçün, təlim marağının yüksəldilməsi üçün onların nailiyyətinin izlənilməsi və dəyərləndirilməsidir. Yəni, şagirdə baxın, proses anında şagirdə yol göstərmək, istiqamət göstərmək. Misal üçün, burada fəaliyyətin stimullaşdırılmasında yazıram,
Əsas açar söz. Yol, istiqamət, həvəs, rəy. Deməli, müəllim şagirdə düzgün yol göstərir, düzgün istiqamət göstərir, həvəs, rəy. Deməli, konstruktiv rəy anlayışı var. Konstruktiv rəy. Digər rəylər yox, konstruktiv rəy. İndi qiymətləndirmədə keçəcəyik. Deməli, burada nə var? İki yerə bölünür. Şagird necə fəaliyyət göstərib? Şagird daha yaxşı necə fəaliyyət göstərə bilər? Şagird necə fəaliyyət göstərib? 1. Şagird daha yaxşı necə fəaliyyət göstərə bilər? Bu iki elementin birləşməsi konstruktiv rəy verir, rəy anlayışını verir bizə. İndi gəlin buna baxaq. Deyirəm ki, Aydan, bugünkü dərsə cavabından görürəm ki, bugünkü dərsə çox çalışmısan. Baxın, Aydana nə deyirəm? Deyirəm, Aydan, bugünkü dərsə cavabından görürəm ki, bugünkü dərsə sən çox çalışmısan, ancaq məsələ həllində çətinlik çəkirsən. Daha çox məsələ həll elə, bunun öhdəsindən gələcəksən. Mən burada şagirdlər üçün fəaliyyətin stimullaşdırılması prinsipinə əməl elədim. Niyə? Şagirdə yol, istiqamət, həvəs, rəy verdim. Yəni şagirdə istiqamət göstərdim, yol verdim, yol göstərdim, şagirdə həvəsləndirdim, rəy verdim. Deyirəm ki, və yaxud da başqa bir situasiyaya baxırıq. Deyirəm, Nazilə, deməli, bugünkü dərsə cavabından görürəm ki, deməli, sən dərsə yaxşı çalışmısan, məsələ həllərində səhvsiz işlədin. Ancaq keçən dərslərə aid sual-cavablarda biraz çətinlik çəkdin. Daha çox məsələ həll eləsən, bunun da öhdəsindən gələcəksən. Baxın, mən Naziliyə neylədim? Konstruktiv rəy verdim. Yəni, eyni zamanda fəaliyyətin stimullaşdırılması prinsipinə əməl elədim. Fəaliyyətin stimullaşdırılmasında nələr var? Şagird necə fəaliyyət göstərib? 1. Aha, şagird daha yaxşı necə fəaliyyət göstərə bilər? Bu iki elementin birləşməsi bizə nəyi verir? Bu iki elementin birləşməsi bizə konstruktiv rəy verir. Yəni, misal üçün, Aydan, bugünkü dərsə cavabından görürəm ki, bugünkü dərsə çox çalışdın, deməli, ancaq bu çox çalışmısan, ancaq məsələ həllində çətinliyin var, daha çox məsələ həll elə. Hə, bu müəllim burada konstruktiv rəy verdi, fəaliyyətin stimullaşdırmasına əməl elədi. Və yaxud da Nazilə, bugünkü dərsə cavabından görürəm ki, dərsə yaxşı çalışmısan, məsələləri səhvsiz həll eləmirsən. Keçən dərslərə aid sual-cavabda çoxlu səhvlər elədin. Deməli, buna biraz daha çox deməli, köhnə dərsləri təkrarla. Burada yenə şagird necə fəaliyyət göstərib, bunu dedim, bu konstruktiv rəydir. Yəni, fəaliyyətin stimullaşdırılmasında konstruktiv rəy verməlidir şagirdə müəllim. Yol. Konstruktiv rəy nədir? Eyni zamanda şagirdə yol, istiqamət, həvəs, rəy. Şagirdə deməli düzgün təhsillə bağlı yol göstərməsi, bu yol göstərir də konstruktiv rəydə. Təhsillə bağlı inkişaf göstərməsi, həvəs, rəy. Bu nədir dəyərli yoldaşlar? Fəaliyyətin stimullaşdırılmasıdır. Şagirdə düzgün yol göstərmək, şagirdlərə düzgün istiqamət göstərmək, hər bir dərslə bağlı yol, istiqamət, həvəs, rəy. Fəaliyyətin stimullaşdırılmasıdır. İndi başqa bir situasiyaya baxaq, başqa bir situasiyadan bu məsələni həll eləməyə çalışaq. Deyirəm, deməli, baxın, burada şagirdə istiqamət göstərsən, proses anındaca. Proses anında, mötərizədə yazıram, proses anında. Proses anında şagirdə kömək olursan. Deyirəm, Aydan, baxın, bax, tutalım ki, şagirddir, biridir, məsələni, misal üçün, bir dənə şeir danışır, Azərbaycan dil ədəbiyyat dərsində. Baxıram ki, şeiri tələsik danışır, elə tez-tez danışır ki, şeir bitsin. Daha gözləmirəm ki, şagird şeiri danışsın, bitirsin, sonra da şagirdi danlayım. Şagirdi yarıda saxlayıram, şeiri elə danışan, deyirəm, bir dəqiqə gözlə, Aydan. Aha. Şeiri tələsik danışırsan, yəni düzgün nitq normalarına əməl eləmirsən, intonasiya ilə, yavaş-yavaş, asta-asta hər bir sözün mənasını düzgün çatdıra-çatdıra şeiri düzgün bir daha danış. Deməli, şagirdi düzəltdim yerindəcə. Düzgün, şagird təzədən qayıtdı, şeiri asta-asta, intonasiya ilə, tələsik olmadan yəni danışdı. Şagird burada pedaqoji prosesin təşkilinə verilmiş tələblərdən hansına əməl elədi? Cavab olacaq fəaliyyətin stimullaşdırılması. Düzdürmü? Bəli. Şagirdə düzgün yol,
düzgün istiqamət, düzgün həvəs, düzgün rəy. Yəni proses anında yəni gözləmirəm ki, şagird şeiri bitirsin. Şagirdə deməli sonda danlayım, sonda bunu nətər eləmək olar? Anında da düzəldirəm. Və yaxud da görürəm ki, riyaziyyatdan şagird hansısa bir məsələni həll edir. Aha, həll elədiyi yerdə hansısa bir düsturu səhv götürüb, misal üçün də səhv götürüb bu məsələnin həllində olan düsturu və məsələni səhv həll eləyə gedir. Daha gözləmirəm ki, şagird məsələni bitirsin, axırda deyim ki, sən bu məsələni səhv həll eləmisən, bu nə düsturdur götürmüsən, bu bunun düsturu deyil, bu başqa şeydir. Proses anındaca, yəni bu korrekt edici rəydir də həm də, yəni düzəldici. Sən bunda da deyirsən ki, burada bunu düzəlt, bu düsturu yəni burada bu düsturun əvəzinə bunu götür. Bu nədir? Sən şagirdi stimullaşdırırsan da, yəni hədəfə çatmaq üçün yol həvəsləndirirsən, hədəfə çatmaq üçün yol istiqamət verirsən, rəy verirsən. Və yaxud da misal üçün şagird düsturu tamam yadından çıxardıb deyə, yəni bu məsələni həll eləmək üçün tutalım ki, 3 dənə düstur lazımdır. İkisini qoyub yerinə həll eləyib, biri yadından çıxıb deyə ilişib qalıb. Sən dərhal şagirdə o düsturu deyirsən, kömək edirsən, yadına salırsan, şagird götürdü məsələni həll elədi. Deməli sən nə edirsən? Proses anında şagirdə yol istiqamət verirsən. Və yaxud da misal üçün hansısa bir ingilis dilindən mətndir, tərcümə eləyir, ingilis dili mətnidir. Hansısa bir sözü şagird bütün mətni düz tərcümə edir. Bircədən orada bir dənə sözü səhv götürüb, səhv tərcümə eləyib, bütün hamısı get-gedə səhv ola gedir. Bütün mətn səhv ola gedir. Sən də mətnin axıra qədər tərcümə eləməyini gözləmirsən. Dayandırırsan, o səhv həll elədiyini, düzgün yolunu deyirsən və şagirdə onun izahını başa salırsan. Yəni düzgün belə deyək də, onun düzgün tərcüməsini deyirsən və şagird yerindəcə düzgün yol göstərirsən. Və yaxud da şagird hansısa bir mətndə orada hamısını tərcümə eləyir, bir dənə sözün tərcüməsini yadından çıxarıb deyə, o mətn onun yadını deməli tərcümə eləyə bilmir. İlişib qalıbdır o mətnə görə. Deməli sən o bir dənə mətni, bir dənə o sözün tərcüməsini deyirsən, şagird həll edir. Yəni şagirdə yol göstərsən, istiqamət göstərirsən. Aydındır dəyərli yoldaşlar, düzgün şagirdə yol, istiqamət göstərmək, yəni hədəfə çatmaq üçün düzgün istiqamət vermək, baxın bu nədir dəyərli yoldaşlar? Həvəs yaratmaq şagirdlərdə, maraq oyatmaq, fəaliyyətin stimullaşdırılmasıdır. Görürsünüzmü? Yəni dərsə müəllim şagirdlərdə dərsə həvəs yaratmağa çalışır, maraq oyatmağa çalışır. Və buyursunuz bunu düzəltmək üçün daha qıraqda durub da şey eləmir, yol göstərir bu robotu düzəltmək üçün. Necə düzəltmək lazımdır, istiqamət verir. Bu nə sayılır? Fəaliyyətin stimullaşdırılması sayılır dəyərli yoldaşlar. İnkişaf yönümlülük prinsipi nədir? Baxın, inkişaf yönümlülükdə burada görürsünüz proses bitəndən sonra. Mötərizədə yazıram, proses bitəndən sonra. Aha, burada proses bitir. Proses bitir və sonra sən bunu düzəldirsən. Deməli, burada nə var? Misal üçün, müəllim deyir ki, inkişaf yönümlülük prinsipində müəllim şagirdləri formativ qiymətləndirmə. Müəllim şagirdləri deyir, formativ qiymətləndirmə aparmadı. Aha. Müəllim şagirdlərlə summativ qiymətləndirmə aparmadı. Burada pedaqoji prosesin təşkilinə verilmiş tələblərdən hansı pozulmuşdur? Aha. Cavab nədir? İnkişaf yönümlülük. Müəllim şagirdlərlə formativ qiymətləndirmə aparmadı, summativ qiymətləndirmə aparmadı, inkişaf etdirmədi də şagirdlərə. Sonra bax, proses bitəndən sonra. Burada belə bir söz var. Qiymətləndirmə nəticəsinin, qiymət nailiyyətlərinin təhlilindən alınan nəticələr əsasında. Baxın, inkişaf perspektivi etibar edən kompleks tədbirlər. Deyir ki, bax burada baxın. Müəllim sinifdə dərsi keçdi. Sonra summativ qiymətləndirmə apardı. Gördü ki, şagirdlər bu mövzunun summativini yaxşı yaza bilmədilər. Müəllim sonra bu mövzunun üzərində qaldı, bunu bir də izah elədi, bu mövzuya təkrar tapşırıqlar verdi. Müəllim burada pedaqoji prosesin təşkilinə verilən tələblərdən hansına əməl elədi? Cavab, inkişaf yönümlülükdə, düzdürmü? Proses bitəndən sonra, bax, cümləyə baxın, təhsil nailiyyətini təhlil elədi, düzdürmü? Təhlilindən alınan nəticələr əsasında onların inkişafı üçün perspektivləri etibar edən kompleks tədbirlər həyata keçirdi. Yəni, şagirdin nailiyyətlərini təhlil elədi və o nailiyyətlərinin təhlili nəticəsindən alınan tədbirlərə görə addımlar atdı da. Yəni, şagirdin nailiyyətlərini təhlil elədi ki, şagirdlərin bu hissədə daha çox inkişafı, yəni ehtiyacı var. Daha sonra müəllim şagirdlərə filan əsəri keçdi.
Gördük ki, filan əsəri şagirdlər daha yaxşı başa düşməyiblər. Ona görə həmin əsərin üstündə qaldı. Yəni şagirdlərə qiymətləndirmə verdi. Gördü ki, bu dərsi daha yaxşı başa düşməyiblər. Nailiyyətlərini təhlil elədi. Sonda proses bitəndən sonra onunla bağlı tədbirlər gördü. Bax, bu inkişaf yönümlüdür. Amma proses anındaca, yerindəcə həvəsləndirici, yol göstərir, istiqamət verir. Bu fəaliyyətin stimullaşdırmasıdır. Amma proses bitəndən sonra qiymətləndirmə aparır, ona uyğun görür ki, bu mövzu, bu şagird bu mövzunu yaxşı başa düşməyib, bütün sinif ona uyğun tədbirlər görürsə, bu inkişaf yönümlüdür. Məsəl üçün, mən sizdə də belə eləyirəm də. Görürəm ki, siz bu dərsi daha yaxşı başa düşməmisiniz, neyniyirəm? O dərsin üzərində qalıram. Mən burada nəyə əməl edirəm? İnkişaf yönümlülük prinsipinə əməl edirəm. Aydındır, dəyərli yoldaşlar. İndi buna baxırıq. Bax, görürsüz, bu müəllimdir. Bax, summativ, formativ qiymətləndirmə aparır. Nə üçün aparır? İnkişaf yönümlülükdə. Yəni, müəllim sinifə imla yazdırır. Burada verilən nümunəyə baxın. Yazdıqdan sonra müəllim şagirdlərin imlalarını yoxlayır. Bu zaman görür ki, şagirdlərin demək olar hamısı orfoqrafik səhvləri daha çox ediblər. Bu yoxlanışdan sonra müəllim orfoqrafik qaydalarla daha çox məşğul olur ki, şagirdlərdə irəliləmə olsun. Yəni, irəliləmə, inkişaf. Düzdürmü? İrəliləmə nədir burada? İnkişaf. Bizim prinsipimizin adı nədir? İnkişaf yönümlülük. Düzdürmü? Nailiyyətlərini təhlilindən alınan nəticələr əsasında kompleks tədbirlər həyata keçirdi. Ay, sağ olun. İndi baxın, müəllim sinifdə nailiyyətlərini imla yazdırır və bunu yoxlayır, imlanı yoxlayır. Nailiyyətlərini təhlil edirmi? Görür ki, şagirdlər imlanı orfoqrafik səhvlər çox eləyiblər. Deməli, müəllim nə edir? Başlayır o orfoqrafik səhvləri bir də izah eləməyə ki, şagirdlərdə irəliləyiş olsun. Müəllim hansı prinsip əməl eləyir? İnkişaf yönümlülük. Prosesdən mən belə ad qoymuşam, sonra iş görürsə, nailiyyəti təhlil edib iş görürsə, inkişaf yönümlülük. Proses anında həvəsləndirmək üçün yol göstərirsə, fəaliyyətin stimullaşdırılması prinsipi sayılır. Tamam. Növbəti prinsipimiz nə gəldi? Şəxsiyyət yönümlülük prinsipi. Şəxsiyyət yönümlülük nədir? Təhsil alanlarda idrak, ünsiyyət və psixomotor bacarıqları əsasında onlarda milli bəşəri dəyərlərin formalaşdırılması. Milli bəşəri dəyərlər nədir? Yəni şagirdi bir şəxsiyyət kimi yetişdirmək. Məsəl üçün müəllim şagirdlərə aliyə, vətənə, bayrağa sevgi, hörmət deməli formalaşdırır, qayğı ötürür və və axır hörmət ruhunda şagirdləri yetişdirir, deməli tolerant yanaşılma öyrədir şagirdlərə. Hər kəsə bu şəxsiyyət yönümlülükdür. Şagirdlərə məsəl üçün 2-ci Qarabağ müharibəsindən, qazilərimizdən danışır. Sonra şagirdlərə ailə dəyərlərindən danışır, dilimizin zənginliyindən danışır, Novruz adət-ənənələrimizdən danışır. Müəllim şagirdlərə tolerantlıq, multikulturalizm belə dəyərləri öyrədir. Milli dəyərlərin formalaşdırılması şagirdlərdə, bəşəri dəyərlərin formalaşdırmağına çalışır. Dərs 1-də şəxsiyyət yönümlülüyü biz geniş izahı vermişik. Şəxsiyyət yönümlülük nədir? Şagirdlərdə milli dəyərlərin formalaşdırılması, bəşəri dəyərlərin formalaşdırılması. Bəs yaxşı, şagird yönümlülük prinsipi nədir? Şagird yönümlülük prinsipi təhsil alanların bilavasitə təhsil fəaliyyətinin bilavasitə təhsil alan mənafeyinin müdafiəsinə, təhsil tələbatının ödənilməsinə, istedadlarının reallaşmasına yönəldilməsidir. Yəni, şagirdlərin maraq və tələbatları nəzərə alınmasıdır. Yəni, şagird passiv dərsdə dinləyici olmasın, göz önündə olsun, diqqət mərkəzində olsun. Misal üçün, ədəbiyyat dərsində müəllim səhnəcik hazırlamaq istəyir, lakin şagirdlərə müraciət edərək hansı əsəri səhnələşdirə biləcəklərini seçir. Yəni, müəllim özü tək də qərar verə bilərdi. Amma şagirdlərin maraqlarını nəzərə alırsa, şagird yönümlülük prinsipi deməli sayılır. Şagirdlərdə misal üçün maraq və tələbatların nəzərə alınmasıdır şagird yönümlülük. Onların potensial imkanlarının inkişaf etdirilməsidir şagird yönümlülük. Yəni şagirdlər passiv dinləyici olmasın, dərsdə aktiv olsunlar, şagirdlər üçün dərs yəni müəyyən potensial imkanları inkişaf eləsin. Yəni bu şəxsiyyət yönümlülüklə şagird yönümlülüyü də geniş biz kurikulum dərs 1-də geniş izah vermişik deyə düşünürəm sizlərdən. Aydın oldu, dəyərli müəllimlər. Deməli, belə düşünürəm ki, artıq bu prinsiplər haqqında da geniş izah verdik. Deməli, artıq heç bir problem yoxdur. Deməli, şagird yönümlülükdə hər bir şagirdin
bir potensial imkanı olmalıdır və müəllim o şagirdin o potensial imkanını inkişaf etdirməlidir. Şagirdin bir potensial imkanını müəllim tapmalı və həmin şagird o potensial imkanını inkişaf etdirməyə çalışmalıdır. Belə pedaqoji prosesin təşkili prinsipləri bu qədər. Hansılar oldu pedaqoji prosesin təşkili prinsipləri? Gəlin baxaq. Birinci nə gəldi? Bax, ən birinci bir dənə ümumiləşdirək keçdiklərimizi. Birinci pedaqoji prosesin tamlığı. Tamlıqda nə var idi dedik? Öyrədici, tərbiyəci, inkişaf etdirici. Deməli, müəllim dərsi öyrədici olmalıdır. Dərsdə həm mövzuları öyrətməlidir, həm o mövzuya aid məsələ, misal tapşırıqlar həll edib o mövzu ilə bağlı inkişaf etdirici olmalıdır. Bir də tərbiyəci olmalıdır. O mövzunun həyati əhəmiyyətini şagirdlərə başa salmalıdır. O mövzu həyatda bizə harda, niyə lazımdır? Pedaqoji prosesin tamlığı budur. Növbəti gəlir təhsildə bərabər imkanların yaradılması. Təhsildə bərabər imkanların yaradılması dedikdə nəyi nəzərdə tutur? Müəllim dərsdə hamı üçün eyni təlim şəraitini yaratmalıdır. Eyniliyi. Eyni təlim şəraitini yaratmağı nədir? Misal üçün, müəllim 8A sinifinə aparır, kompüter otağında dərsi keçir, 8B sinifinə kompüter otağında dərs keçmir. İnfrastrukturdan istifadə etmək mənim də haqqımdır. Və yaxud da misal üçün, müəllim biri şagirdin voleybol oynamaq istəyir, biri futbol oynamaq istəyir. Futbol oynadır, voleybol oynatmır. Bərabər imkanları pozur. Biri oxuyub yazaraq öyrənəndir, biri audial öyrənəndir, səsli öyrənəndir. İkisinə də yazma tapşırığı verir. Bəs audial öyrənənləri sən niyə nəzərə almadın? Bax, bərabər imkanların yaradılması budur. Hamıya eyni bərabər imkanlar, şagirdlərin fərqli xüsusiyyətlərini, müxtəlifliyini nəzərə alınmasıdır bərabər imkanların yaradılması. İnklüzivlik. İnklüzivlik nədir? Təhsil hamı üçün əlçatan olmalıdır. Bax, burada fiziki məhdudiyyətli, biri sağlamlıq imkanı məhduddur, yerimə əngəllidir, biri danışma əngəllidir, kəkəliyir. Hamı üçün əlçatan, onu da dərsdə danışdırmalısan, ona da tapşırıq verməlisən, o birisinə də hamı üçün əlçatan olmalıdır. Fiziki məhdudiyyətlər ən birinci. Psixi məhdudiyyətlər, biri misal üçün autizmlidir, biri misal üçün ünsiyyət qura bilmir, deməli bunları da nəzərə almalısan. Sonra idrak, misal üçün qavrama xüsusiyyətlərinə görə, intellektual xüsusiyyətinə görə biri zəif oxuyur, onu sən sən keç otaqda sən can vaxtımızı alma. Misal üçün ona ancaq sinifə gətirib təşkil tapşırıqları versən, o ki uşaqda özünü dərsdə diskomfort hiss eləyir, dərsdə geri qalır. Deməli sən burada inklüzivliyi pozursan. Geniş izah vermişdik. Bununla bağlı da dəstəkləyici mühit. Birinci sinifdə sağlam psixoloji mühit olmalıdır. Yəni bullying uşaqlarda bir-birinə qarşı bullying, dava-dalaş olmamalıdır. Sən avtoritar rejimdən dərs keçməməlisən, uşaqlar səndən qorxmamalıdır. Sonra zəruri infrastruktur məktəbdə olmalıdır. Olmasa da sən çalışıb özün yaratmalısan və həmçinin təhlükəsiz təhsil şəraiti, o təhlükəsizlik qaydalarına əməl olunmalıdır dəstəkləyici mühitdə deyir. Məktəb valideyn əlaqələrinin tənzimlənməsi. Misal üçün, məktəb valideyn əlaqələrində də deyir ki, məktəb valideynlərlə əlaqədə olmalıdır. Məktəb əgər bir məktəb valideynlərlə əlaqədə olmursa, burada məktəb valideyn əlaqələri pozulur. Əgər yox, məktəb valideynlərlə daim əlaqədədirsə, məktəb valideyn əlaqələri tənzimlənir. Fəaliyyətin stimullaşdırılması. Deməli, şagirdlərə yol, istiqamət, həvəs, rəy vermək. Misal üçün, proses anındaca şagirdlərə yol göstərmək. Şagird görsə nəyisə səhv eləyir, yerindəcə gəl düzəlt. Hansısa şeiri düz oxumur, yerində də düzəlt. Hansısa mətni düz tərcümə eləmir, yerində də düzəlt. Yerindəcə həvəsləndir, daim şagirdləri həvəsləndir, ruhlandır, fəaliyyətin stimullaşdırılmasıdır. Da prosesin bitməyini gözləmə. Prosesin bitməyini gözləmə. Yerindəcə daim şagirdlərini həvəsləndir. Daim şagirdlərə uğura çatmaq üçün yol göstər, rəylər ver, konstruktiv rəy, fəaliyyətin stimullaşdırılmasındadır. Məktəb valideynində də dedik ki, müəllim valideynlərlə əməkdaşlıq eləməlidir, valideynlərlə ünsiyyət qurmalıdır, valideynləri vaxtaşırı məlumatlandırmalıdır, valideynlərlə birgə işləməlidir, valideynlərlə əməkdaşlıq eləyən, valideynlərlə əlaqə qurmaq valideyn məktəb əlaqələrinin tənzimlənməsidir. Sonra gəlir inkişaf yönümlülük. Misal üçün, müəllim məktəbdə summativ qiymətləndirmə aparmırsa, formativ qiymətləndirmə aparmırsa, sinifi məktəbin yoxlamırsa, inkişaf yönümlülüyü pozur. Və yaxud da misal üçün, müəllim yəni bir yoxlayır sinifi, görür şagirdlərin bu hissədən zəifdirsə, o hissəyə düzəliş etmirsə, inkişaf yönümlülük prinsipi pozulubdur. Yəni inkişaf yönümlülük prinsipi budur. Şagirdləri formativ, summativ qiymətləndirmələr aparmaq, daha sonra formativ, summativ qiymətləndirmədən çətinlik çəkdikləri yerləri müəyyən edib o yerlərin inkişafına çalışmaq. Deyir, müəllim sinifdə imla yazdırır, görür ki, şagirdlər orfoqrafik səhvlər edir, çoxlu sinifin hamısı. O hissəyə bir də toxunur. Deməli, inkişaf yönümlülük prinsipinə
əməl edir. Şəxsiyyət yönümlülük prinsipində nə var? Müəllim şagirdlərdə idrak, ünsiyyət, psixomotor bacarıqları formalaşdırmalıdır. Müəllim şagirdlərdə milli bəşəri dəyərlər formalaşdırmalıdır. Ay sağ olun və şagird yönümlülükdə şagirdin maraq və tələbatlarına daim müəllim deməli diqqətdə saxlayıb şagirdlərin maraq və tələbatlarını inkişaf etdirməlidir. Bunlar da deməli potensial imkanlarını inkişaf etdirməlidir. Bunlar da şagird yönümlülük sayılır.